Salam, əziz izləyicilər. Bugünkü mövzumuz təyin budar cümləsidir. Təyin budar cümləsi 1. Baş cümlənin bəzən buraxılmış təyinini əvəz edir. 2. Təyin budar cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş təyinini izah edir. Təyin budar cümləsində mən əvəzlik qəlibləri deməzdən qabaq, gəlin birlikdə fikirləşək. Hansı əvəzlik qəliblər, hansı işarə əvəzlikləri təyin vəzifəsində işlənə bilər? Əgər bunu özümüz tapa biliriksə, onda təyin budaq cümləsini asanlıqla müəyyənləşdirəcək. Bu təkcə təyin budaq cümləsinə aid deyil. Bütün növ budaq cümlələrdə qarşılaşdırma və şərtdən başqa. Bu qüvvəsindədir. Gəlin baxalım. Hansı əvəzliklər təyin vəzifəsində? O əvəzlik ola bilər, o adam gəldi. Bu əvəzlik, bu qız danışdı, müjdü. Elə şagird var, elə. Həmin müəllimi tanıyıram, həmin. O cür adamlardan xoşum gəlmir, o cür və s. Deməli, bilmək lazımdır ki, məhz bu sözlər əvəzlik qəlib vəzifəsini işlənə bilər. Deməli, hansılardır? O, bu. Yeri gəlmişkən deyim ki, bu əvəzlik bir qədər konkretlik bildirdiyindən təyin budaq cümləsində demək olar ki, əvəzlik qəlib kimi çox məhdud işlədir. O, bu, elə, belə, həmin, bəzən belə işlənir, elə bir, bəzən də tək bir işlənir. Deməli, bir də o cür. Bu əvəzlik qəliblər təyin budaq cümləsində baş cümlədə ya olur, ya da onları əlavə etmək mümkündür. Digər axı əvəzlik qəliblər bu cür işlənə bilməyəcək təyin vəzifəsində. Baxalım, təyin budaq cümləsi dedik ki, iki cür olur. Birincisi, baş cümlə əvvəl gəlir, budaq cümlə sonra olur. Bu, nə zaman başlayır? Birincisi, yalnız intonasiya ilə bağlananda, İkincisi, ki bağlayıcısı və intonasiyaya bağlananda. Adam görmüşəm, qorxu bilmir. Adam görmüşəm. Hansı sual istəyir? Necə adam görmüşəm? Necə sözü adama isimlə ifadə olunun üzvə aid olduğuna görə deməli təyin sualdır. Sadə cümləsi ilə qorxu bilməyən adam görmüşəm. Adətən təyin budaq cümləsi sadə cümləyə çevriləndə ya feili sifət, ya da feili sifət tərkibi şəklində özünü ifadə edir. İntonasiya da qalınır. Gün var, əsrə bərabər. Burada xəbəri şəkli ixtisar olunur. Gün var, necə gün var? Əsrə bərabər olan gün var. Bağlayıcı işləmir və əvəzlik qəlibdə işləmir. Bu həmin oğlandır ki, imtihanda 700 bal toplamışdır. Bu həmin oğlandır ki, hansı oğlandır? Həmin sözü isimlə ifadə olunur. İmtihanda 700 bal toplayan oğlandır. Elə sənət seç ki, sonradan peşman olmayasın. Elə sənət seç ki, əvəzlik qəlibdir. Necə sənət seç? Sənətə aiddir. Sonradan peşman olmayacağın sənət seç. Elə bir evdə yaşayır ki, heç bir şəraiti yoxdur. Elə bir evdə yaşayır, necə evdə yaşayır? Heç bir şəraiti olmayan evdə yaşayır.
Sadə cümlə çevriləndə adətən bağlayıcı və əvəzi qəliblər atılır. Bir qızdır ki, gözəllikdə bərabəri yoxdur. Bir qızdır, necə qızdır? Gözəllikdə bərabəri olmayan qızdır. Göründüyü ki, bu cümlələrdən bəzilərində əvəzli qəlib var, bəzilərində yoxdur. Və hansılarında ki, yoxdur, asanlıqla bərpa etmək mümkündür. Adam görmüşəm, əlavə etmiyorum, elə adam görmüşəm. Gün var, elə gün var, qalanlarında var. Və yaxud da elə bir qızdır. İkinci model. Bu da cümlə əvvəl gəlib, baş cümlə sonra gəlir. Bu nə zaman olur? Bağlayıcı söz və intonasiya ilə. Sasə və yaxud isə hissəciyi ola da bilər, olmaya da bilər. Əvvəlki dərslərdə dediyim kimi, isə bağlayıcı sözlə bağlanan, istənilən növ budaq cümlədə sasə və yaxud isə hissəciyi işlənməsi təbiidir. Bir halda deyəcək ki, bağlayıcı sözlə, intonasiya və sasə və yaxud isə hissəciyi ilə. Məktubda nəyi ki göstərmişsən, o kitabları göndərdim. Bu da cümlə birincidir, baş cümlə ikincidir. O kitabları göndərdim. Hansı kitabları? Məktubda göstərdiyin kitabları göndərdim. Kimi ki axtarırdım, həmin zabit buradadır. Baş cümlədir. Həmin zabit buradadır. Zabitin hansı zabit olduğu qeyri-müəyyəndir. Hansı zabit buradadır? Axtardığın zabit buradadır. Həmin zabit buradadır. Hansı? Axtardığın. Neçə maşın istəmişdilər, o qədər maşın hazırdır. Baş cümlə. O qədər maşın hazırdır. Bilinmir maşının qədəri. Bunlar cümlədən məlum olur ki, istədikləri qədər. O qədər maşın hazırdır. Nə qədər? İstədiyin qədər. Burada o qədər kəmiyyət bildirsə də, əşkara aid olduğuna görə təyin budaq cümləsidir. Hərəkətə aid olsa artıq başqa nə budaq cümlə olacaq. Nə cür sərfəlidirsə, o cür işçiləri seçin. O cür işçiləri seçin. Hansı işçiləri? Sərfəli olan işçiləri seçin. Kimlər ki, işini bilir, elə mütəxəssislərin maaşı artırılsın. Elə mütəxəssislərin maaşı artırılsın. Hansı mütəxəssislərin? İşini bilən. Kim vicdanlıdırsa, o sahibkarla iş qurur. Hansı sahibkarla iş qurur? Vicdanlı olan sahibkarla. Burada bir şey diqqətləmək lazımdır. Xüsusən elə, belə, o cür əvəzi qəlibləri hərəkətə dair ola bilər. Oxşar cümlə diqqət edək. Elə hekayə yaz ki, hamını heyran etsin. Burada elə sözü hekayə aiddir. Deməli, təyin vəzifəsini işlənmişdir. Təyin budaq cümləsi olacaq. Elə hekayə yaz. Necə? Hamını heyran edən hekayə. Deyənləri dəyişdirək. Hekayəni elə yaz ki, hamını heyran etsin. Artıq burada elə sözü əşyaya yox, hərəkətə aiddir. Bu olacaq, gələcəkdə öyrənəcək tərzi hərəkət budaq cümləsi. Hekayəni necə yaz? Hamını heyran edən şəkildə. Deməli, burada əsas məsələ bu əvəzlik qəlibləri, xüsusən elədir, belədir, o cür əvəzlik qəlibləri əşyaya və yaxud isimləşmiş sözlərə aid ola bilər, eləcə də hərəkətə aid ola bilər. Əgər hərəkətə aiddirsə başqanı budaq cümləsidir, gələcəkdə öyrənəcək tərzi hərəkət budaq cümləsidir, əşyaya aiddirsə təyin budaq cümləsidir. Sadə cümlə çevrəndə də adətən feil sifət tərkibləri təyin vəzifəsində, təyin budaq cümləsi şəklində ifadə oluna bilir. Təyin budaq cümləsi haqqında bu qədər. İzahımı bəyəndinizsə, bəyənmə işarəsini vurun, dostlarınızla paylaşın və kanalıma abunə olun. Sualınız varsa ünvanıma göndərə bilərsiniz. Sağ olun. Gəlin görüşlərə.